Salamlar, vaxtınız xeyir olsun. Mən adı Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi insanlar var ki, hələ də sırf keçmişdə yaşanan müsbət yox, yalnız mənfilərdən söhbət gedir, olan hadisələrə ilişib qalırlar. Bu da zaman etibarı ilə onların gələcəyə doğru olan ümidlərinin ölməsinə və indiki yaşadığı anın absurd keçməsinə gətirib çıxarır. Bugün də yatsan kravatda, sabah da yatsan kravatda, biri gündə ölümüsən, durdur cəhd elə də. Və nəticə etibarı ilə də psixoloji olaraq beyin faktoru gəzir ruh kimi, ölü kimi eynən keçmişi düşünərək və bundan bu formada qurtula bilərsiniz. Həmin sizi keçmişdə narahat edən bir şey. Əgər ananız ölübsə, bacınız ölübsə, qardaşınız ölübsə, yəni dünyasını dəyişən insanlar varsa, bunlar artıq getdi, bunu qəbullanmalısan. Yox, əgər bu həmən canlı insan həyatdadırsa, ona bir nöqtə ilə çatmaq olursa, çatıb söhbət etməlisən. Həmən adamla söhbəti kənara qoyub, gedib psixologiya sahəsindən bir psixologdur, terapevt sahəsindən bir tip sahəsindən, elə deyək, pedagogikadan olan bir şəxsi və ya bir başqa bir bölmə gedib onunla söhbət etsin, yenə də sən xeyir tapmayasın, əksinə sən ziyan tapasın. Çünki problemin qaynağı orada ora getməlisən. Yoxsa gedirlər, otururlar saatlarla hər hansı bir növ seanslarda, yaxud hər hansı bir növ terapiyalarda nəticə etibarilə ortada problem dildə qalxır, daxildə qalxmır. Yəni sənin ürəyində həmin o səni zibil vəziyyətinə salan, biraz qeyri-etik olsa da normal bir şeydir, anormal deyil. Səni zibil vəziyyətinə salan insan artıq həyatında da amma sən düzələ bilmirsən və nəticədə gedib üz-üzə gəlməlisən ki, sən səhvivi də, doğrunu da biləsən. Bu qədər. Çalışın bu kimi məqamlara diqqət edin. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.